Bloger olmağa necə qərar verdik və sosial medianın həyatımızdakı mənfi və müsbət tərəfləri nələr oldu? Sosial media deyəndə bir çox insanların ağlına sadəcə reels videolarını izləmək gəlsə belə, şəxsən mənim düşüncələrim bu tərəfdən biraz fərqlidir və hətta deyə bilərəm ki, sosial media mənim həyatımda bir çox dəyişikliklərin həyata keçirməsinin səbəbi oldu. Eyni zamanda müəyyən qədər təcrübə də qazanmış oldum. Əslində ilk başlarda bu sahədə bu qədər böyüyəcəyimizə inanmırdıq. Hətta o qədər hədəfləməmişdik belə. Amma zamanla əldə etdiyimiz nəticələr bizi daha da ruhlandırdı və artıq sosial mediada bizim həyatımızın bir hissəsinə çevrildi. Düzü sosial mediaya hər zaman böyük bir marağım olub, amma həmişə başlamaq üçün ya mükəmməl bir zamanı, ya mükəmməl bir şəraiti və ya hər şeyin tam düzəlməsini gözləyirdim. Amma təbii ki, mükəmməl zaman və ya mükəmməl şərait deyə bir şey yoxdur və ilk addım atmaqla buna bir daha əmin olmuş oldum. Bizim həyatımıza təsir etdiyi müsbət tərəflər nələr idi desə, öncəki özümüzü daha çox inkişaf etdirmə imkanı qazandım. Bloger olaraq səhifəni böyütməyə başlayandan bəri demək olar ki, özümün bir çox tərəflərini kəşf etmişəm. Və sosial medianın gücü hesabına isə onları daha da çox inkişaf etdirirəm. Və yaşadığımız bölgədə insanlar tərəfindən tanınmağımız məncə ən gözəl tərəflərdən biridir. Əlavə olaraq da səhifəniz daha çox böyüdükcə gəlir qazanma imkanınız da çoxalır. Bəs mənfi tərəfləri nədir deyə desək? Öncəki bunu deyə bilərəm ki, bizi tanımayan insanlar tərəfindən linçlənməyimiz və qınaq obyektinə tutulmağımız. Düzdür, hər kəs eyni xarakterə sahib deyil əlbəttə ki, və ya bizi də hər kəs əlbəttə ki, bəyənə bilməz. Amma insanların tanımadığı şəxslərin yorumlarına həm qınaq məqsədli, həm də ki, qeyri-etik formada fikirlər bildirmək təbii ki, heç də ürək açan deyil. Bir digər mənfi tərəfi isə daha çox telefonla zaman keçirmək lazım olur. Çünki aktiv şəkildə paylaşımlar etmək, vloqlar çəkmək üçün bir çox hissəsini telefona ayırmaq lazım olur. Amma nəticə etibarilə təbii ki, çəkdiyimiz əziyyətin qarşılığını görə bilirik. Qısacası bu video sosial mediaya başlamaq istəyib də özünü hazır hiss etməyən, çəkinən, necə alınacaq deyə fikrində şübhələr qalan insanlar üçündür. Sizə bunu deyə bilərəm ki, sosial medianın düzgün və etik çərçivədə idarə etdiyiniz sürəcə çox gözəl nailiyyətlər əldə edəcəksiniz. Biz də düzdür hələ yolun başındayıq, amma sonda nələr əldə edəcəyimizi elə indidən də görə bilirik. Bəs sizin sosial media ilə bağlı fikirləriniz necədir? Yorumda fikirlərinizi gözləyirəm. Növbəti vloqlarda görüşənədək.